istəklərini öyrədir. Deyir, izin versən 2 rükət namaz qılaram. Bax, adamın başqa bir istəyi yoxdur. İzin versən, deyir, 2 rükət namaz qılaram. İzin verirlər ki, o vaxtın düşmənləri də kişi olublar. O zamanın düşmənçilik eləyənləri də fərqli olublar. Adama 2 rükət namaz qılmağa izin verirlər. Adam gəlir, namazını qılır. Namazdan sonra gəlir. Deyir ki, bilməsəydim ki, deyir, mənim haqqımda deyərsiniz ki, o ölümdən qorxur deyə namazı uzadır. Namazı biraz daha uzadardım. Fəqət deyir, qorxdum ki, siz mənim haqqımda deyərsiniz ki, o ölümdən qorxdu, ona görə namazı uzadır. Ona görə deyir, namazı tez bitirdim, tez də deyir, gəldim. Bu, Abu Sufyanın diqqətini çəkir. Gəlir, deyir ki, səni deyir, Allaha ant verirəm. Sənə bir dənə sual verəcəm, amma mənə doğru cavab ver. İstəyərdinmi, deyir, indi sənin yerində Muhammed olsun. Sən də ailənin yerində, əhlinin yanında, əmin-amanlıqda, salamatçılıqda olasan. Deyir, vallahi, deyir Muhammedin mənim yerimdə olmağı, onun ayağına deyir, bir tikan batmağına da razı olmazdım, deyir. Yəni, bir tikan batacaq, mən qurtulacam buradan, mən ahlimin